Zövqə uyğun rəng tonallıqları ilə seçilən moydadırlarımızı müştərilərimizə təqdim edirik. Bugünkü mövzumuz moydadırlar haqqında olacaq. Moydadırlarımız istənilən ölçüyə uyğun hazırlanır. Bu məsəl üçün 60-lıq ölçüdə olan moydadırımızdır. Moydadırımız plastikdən hazırlanmışdır. Material hissə tam plastikdir. Üzəri mərmər səthlə örtülmüşdür. Keramika çaşkamız və 3 rəng tonallığında yanan işıqlı güzgümüz mövcuddur. Moydadırımızın ölçüsü 60 sm, qabağa çıxışı 50 sm-dır. Qiymətlərimiz tam münasibdir. Mağazamız Sədərək Ticarət Mərkəzi, Təsərrüfat Bazarı, sıra 6 mağaza 67-də yerləşir. İstənilən zövqə uyğun moydadırlarımız dükanımızda mövcuddur. 60'lık ölçü, 80'lik ölçü, metrəlik ölçü. Olan və zəhmət olmasa bu moydadırlarımızı ətraflı şəkildə çək, müştərilərimiz üçün təqdim edək. Məsəl üçün, bax, belə bir moydadırımız var. İlin, belə deyək, dəbdə olan müasir zövqə uyğun moydadırıdır. Moydadırımızın ölçüsü 80 sm-dır, qabağa çıxış 50 sm-dır. Yerli istehsal deyil. Yəni, moydadırımızın, belə deyək, materialına diqqətlə fikir versək, yəni kafeldən hazırlanan model deyil. Kerama qranitdir, Çin istehsalı məhsuldur. Bunlar normalda Azərbaycanda yığılır. Məsəl üçün, bax, bunu çəkə bilərsən, müştərilərimizə tam şəkildə ətraflı izah üçün belə bir modelimizi göstərə bilərik. Baxırsan mı, Məhəmməd? Bu moydadırımız kafeldən yığılan moydadırdır. Onun bundan fərqi çox üstündür. Bu tipli moydadırlar istənilən sifarişə uyğun hazırlanır. Adətən biz müştərilərimizə çanaqlı olan moydadırlarımızı məsləhət görürük. Məsəl üçün, belə bir moydadırımızı müştərilərimizə təqdim edək. Moydadırımız Keramin firmasının məhsuludur. Keramin firması Belarus istehsalı moydadır istehsalı böyük bir firmadır. 2 sirtmədən ibarətdir. Vakuum petlələrdir. Görürsünüz? Material tam plastikdir, suya, nəmə tam davamlıdır. Keramika hissəsi parlaq keramikadan istifadə olunub. Ölçü 60-dır, qabağa çıxış praktikdir, 43 sm-dır. Rəngli keramikalarımızda mağazamızda var. Bu 80-lıq ölçüdür. Bunu çək. Deyərdim ki, yəni bu moydadır, bu daş rəngi, yəni istənilən kafelə uyğun gələn bir rəngdir. Yəni görüntüsü çox ecazkardır. İşıq sensörü də mövcuddur moydadırımızda. Moydadırımızın bu hissələrində moydadırımıza yaxınlaşan zaman işıq yanacaq. Bunlar müasir zövqə uyğun hazırlanmış moydadırlarımızdır. Çanaqlı modellər. Belə bir çanaqlı modelimiz var. Şkaf hissəsini yaxından çək. Çox praktik bir modeldir. Şkaf isə bir qapı, 2 sirtmədən ibarətdir. Böyük hissəsinə iri yuyucu vasitələrimizi rahatlıqla yığa bilərik. Kiçik hissələr sirtmələrdir. Sirtmələrə sabun, dəsmal və yaxud da yəni başqa xırda məhsullarımızı rahatlıqla yığa bilərsiniz. Bu tipli moydadırlarımız isə qiymətləri digərlərinə nisbətən münasib olan moydadırlarımızdır. Yaxından çək olmasa moydadırımızı. Moydadırın üzərində istifadə olunan rəng maşın boyasıdır. Maşın boyasından kraskalanmış materialdır. Baxırsan bunu? Buna bax, fərqinə bax. Bunlar PVC-dir, yapışma boyadır. Suya nəmə ilə də davamlı deyil. Material düzdür, plastik olsa da, yəni üzərinə vurulan bu rəng tonallıqları yapışqandan istifadə olunur. Yəni bu qiyməti münasib olan moydadırımızdır. Bu moydadırımızın qiyməti 170 manatdır. Yəni tam rahatçılıqla koridordur, qaz divalkadır. Bu tipli yerlərə rahatçılıqla vura bilərsiniz. Görüntü olaraq möhtəşəmdir. Belə deyək. Bu işıqlı güzgülərimiz, istənilən zövqə uyğun işıqlı güzgülərimiz var. İstədiyiniz moydadırı aldığınız zaman üzərinə hər hansı bir işıqlı güzgünü seçə bilərsiniz. Seçim sərbəstdir güzgülərimizdə. Bu moydadırı təqdim etmək istəyirəm buradan. Belə bir moydadırımız var. Moydadırımız müasir zövqə uyğun hazırlanmış çox ideal bir moydadırdır. İndi sağında solunda moydadırımız var. Yəni tam effekt vermir də burada. Sağında solda olan moydadırlar bunun öz gözəlliyini ön plana çəkməsinə mane olur.
hamam otağında tək vurulan zaman, yəni çox möhtəşəm bir görüntüyə sahib. İç hissəsini çəkdim. Görürsən necə genişdir. Qolların yuyulmağıdır. Əl üzünüzü rahatlıqla yuya bilərsiniz. Praktik modeldir. Mən ümumiyyətlə bizim üçün bütün müştərilərimiz dəyərlidir. Alış-veriş edən müştərilərimizdə keramika ilə olan modellərimizi məsləhət görürəm. Düzdür, çanaqlı modellərimiz daha qəşəng görsənir, amma bunlar restorandır, oteldir, bu tipli yerlər üçün daha uyğundur. Görüntü olaraq idealdır, amma rahatçılıq baxımından keramika ilə olan modellərimiz daha rahatdır. Və bu dükanda, bu mağazada ən sevdiyim modellərdən biri də bax budur, Nurlan bəy. Şkafımız fabrik istehsalı şkafdır. Material tam plastikdir. İki sirtmədir, bir qapıdır. Mexanizmlər keyfiyyətli mexanizmlərdən istifadə olunub. Raylar tam keyfiyyətlidir. Və ən əsası üzərində olan daşı müştərilərimizə tam rahatlıqla tərifləyə bilərəm. İç hissəsi çox dərindir və keyfiyyətli məhsuldur. Üzərinə istədiyimiz işıqlı bir güzgünü, hər hansını bəyəndiyiniz hansıdırsa seçə bilərsiniz. Və güzgülərimizdə işıq tonallıqlarıdır. Məsəl üçün, bu güzgünü çək, zəhmət olmasa. Onu çək. Bu güzgümüzdə 3 rəngdən istifadə olunur. Və parqurdanın mövzusudur. Bu spiraldır. Yəni, güzgünün arxasında istilik verərək güzgünü nəmlənməyə, parlanmağa qoyur. Üzərində, məsəl üçün, belə bir keramikadır, 2 qapılıdır və üzəri mərmər sətdir. Material plastikdir. Şişmir, xallamır. Doğrudan olan tərifə dəyər bir moydadır. Qiyməti də çox münasibdir. Moydadırımızın dəst şəkildə qiyməti YouTube'dan, Instagram'dan, TikTok'dan gələn müştərilərimiz özəl 290 manatdır. Bunu çəkmirsən. Həndəsi teksturadır. Yəni, ən çox istifadə olunan dekorasiyalardan biridir. Üzərində olan, belə deyək, çaşqamız. İstədiyiniz zövqə uyğun çaşqanı bəyənə bilərsiniz. Mərmər tonallığıdır, krem ola bilər, ağ ola bilər, qara ola bilər. Zövqünüzə uyğun istədiyiniz çaşqanı, mərməri, güzgünü bəyənə bilərsiniz. Bu bizim fantaziyamızdır. Yəni, öz fantaziyamıza uyğun modellərimizi özünüz dəstəkləşdirə bilərsiniz. Bu klasik modeli seç, zəhmət olmasın yolu. Klasik model sevənlər üçün çox əla bir moydadırdır. Ölçü 1 metrdir. Fikir versən, bax, moydadırın üzərində olan bütün rənglər bir-birini tamamlayır. Qızılını, belə deyək, kənarlarında qızılı işləmələrdir güzgünün. Yəni, rənglərin hamısı bir-birinə ahəng qatır. Rəng tonallıqları çox möhtəşəmdir. Üzərində olan daş belə bir klasik model daşdır. Aşağı hissəsi çox genişdir. Nə qədər əşya yerləşdirmişik biz bura? 3 qapıdan ibarət. Moydadırımızın qiyməti 470 manat olacaq. İndi hamısının qiymətini demirik. Hansı model maraqlıdırsa müştərilərimiz müraciət edə bilər. Taxta tekstura moydadır. Yəni, istənilən hamam otağına bu rəng moydadır vurulursa, bütün rəngləri tamamlayacaq bir rəngdir. Yəni, əl əməyindən istifadə olunub. Bu aparat və yaxud da bu başqa nəyləsə kraskalanmır. Sürtmə boya, patina boya deyirik biz buna. Üzərində işıqlı güzgüdür, ölçüsü 90 santimdir, qabağa çıxış 50 santim. 2 sirtmə, 1 qapıdan. Ən praktik variant. Zövqə uyğun olaraq istədiyiniz modeldə komplektasiya edə bilərsiniz. Mağazamız Sədərək bazarı, təsərrüfat 6-cı sıra 67-ci dükan. Simli sitlərimizdə çək, rəhmət olmasın. İstənilən rəngdə, istənilən modeldə simli sitlərimiz var. Kitay istehsalı, Türk istehsalı, İran istehsalı. Keyfiyyət, yəni fərqli keyfiyyətdə olan simli çeşidlərimiz var.
25 manatdan duş kranklarımız başlayır. 15 manatdan unitaz kənarı üçün kranklarımız başlayır. 25 manatdan stoykalar başlayır. 15 manatdan rakinanın krankları başlayır. Qiymətlər münasibdir. Ən əsası keyfiyyətə çox önəm veririk. Yəni bizdən bir dəfə məhsul alan müştərilərimiz yenidən bizim yanımıza gəlir. Yəni kommentarilərdə məhsullarımızın keyfiyyəti haqqında məlumat əldə edə bilərsiniz. Mağazamızda kabinalarımız da mövcud. İstənilən ölçüdə, istənilən materialda kabin sifarişləri qəbul olunur. Çatdırılma, quraşdırılma kabinalarda qiymətə daxildir. Bakı şəhərinin istənilən bölgəsində çatdırılma, quraşdırılma mövcuddur. Kabinamızın profilləri Nerjaveka profildir, qızıl alüminiumdur, qara alüminiumdur, qara nerjavekadır, dörtlük nerjavekadır, yumru alüminium profildir. Qızılısıdır nerjavekanın. Standart olaraq ən çox satılan rəng bu rəngdir, alüminium profil. Qiyməti münasib olur. 90-ın 90-a birin birə olan ölçülər 270-280 manat civarında dəyişir. Asma tavanlarımız da mağazamızda mövcuddur. Belə deyək ki, hamam otağına lazım olan istənilən məhsul mağazamızda mövcuddur. Yaxınlaşıb istədiyiniz zövqə uyğun mallarla tanış ola bilərsiniz. Ən əsası da çalışırıq ki, müştərilərimizə keyfiyyətli məhsullar sataq. Yəni bugünkü təqdimatımız bu qədər. Gözləyirik sizi. Kanalımıza abunə olmağı unutmayın. Təşəkkürlər.